Ha, köhnələr, sabahınız xeyir olsun. Hələ neçə vaxtı ürəyim istəyir nəsə bir pozitiv bir videoyla sizdən paylaşım. Halbuki bu bir neçə günü bir dənə normal, yəni ki, bir dənə bir pozitiv xəbərlə heç üzbəüz gəlmirəm də. İnandırım sizi, mən bu səhvi yaxın gələcəkdə düzəldəcəyəm. Söz verirəm sizə. Amma indi təəssüf ki, bir dənə də belə negativ bir xəbərlə sizlə paylaşacağım. Onu da paylaşmağa sizə özümə borc bilirəm ki, məlumatlı olasınız. Hələ dünən idi, dünən axşamüstü işdən evə qayıdırdım. Gördüm, bax o küçədə o qarğadalı satırlar, qarğadalı, şabalıd. Gördüm, aha, yenilik. Onların yanında midyaları qoyublar, o Türkiyədəki kimi, İstanbuldakı kimi və satırlar. Bildiniz də dəniz məhsulu var, belə bir dər, belə midya adlanır. Neysə, diqqətimi cəlb elədi. Hələ gəldim evə, açdım xəbərləri, baxıram, görürəm ki, sən deməli dünən İstanbul şəhərində gənc bir ailə, milliyyətçi türklər, amma Almaniyada yaşayan türklər gəliblər indi qovum qardaş ziyarətinə İstanbula. Küçədə həmən o midyalardan alıb yeyiblər. Sonra üstündən kokoreç yeyiblər. Kokoreçin də deyəsən üstündən nə bilim tantuni yeyiblər, nə yeyiblər. Sonda da ki bunu finallaşdırıblar rahat lokumla. Yəni mən indi ümumi danışdım. Ola bilər indi uşaqlar bir şey yeyib, valideynlər başqa bir şey. Valideynlərin, yəni yeri gəlmişkən, yaşı qızın 27, gəlinin. Oğlanın isə kişinin 38 yaşı olub. Uşaqlar isə az yaşlıdırlar, 5-6 yaşda. Yəni məqalədə uşaqların yaşı göstərilməyib. Neysə, bunlar kəskin zəhərləniblər. Özlərini çox pis hiss eləyiblər. Güclə xəstəxanaya çatdırıblar özlərini. Halbuki bir günün içində bu cürünə gənc bir ailə tam şəkildə hamı ölüb. Yəni bu dəqiqə Türkiyədə çox böyük bir rezonans yaradıb həmən bu xəbər. Hətta Prezident Rəcəb Tayyip Erdoğan tələb edib ki, bu qısa bir zamanda araşdırılsın və bu nəticələri paylansın. Yəni ki, cəmaatla paylaşsınlar. Bir dənə də məsələni burada qeyd eləmək lazımdır ki, yəni orada iki tərəfli şübhə var. Bir şübhə gedir ki, bunlar zəhərləniblər yemək vasitəsilə. Amma ikinci bir moment də var. Bunlar qaldığı oteldə, hardakı qalıblar, elə bir şübhə var ki, həmən otel fosfit alüminiy adlanan bir maddə var, kimyəvi maddədir. Hansını ki, istifadə edirlər qurtquşlara qarşı, yəni böcəklərə, başa düşdünüz də, həşəratlara, taraqqan, yəni siz məni anladınız. Çox güman ki, bax, şübhə var ki, ola bilər bunların, yəni ki, qaldığı oteldəki otaqda həmən o təmizlik işləri, dezinfeksiya işləri aparılanda o fosfit alümininin miqdarı çox olub, ondan da zəhərlənə bilərlər. Paylaşdığım sizinlə bir məqsəd daşıyır. Məqsəd də budur ki, küçələrdən heç nə almayın. Yəni o küçədə satırlar, bu dəqiqə baxırsan atdım başı qarğadalı satırlar, nə bilim piraşki satırlar, nə bilim midya. Yəni ümumiyyətlə, əsasən, xüsusən söhbət dəniz məhsullarından gedir. Vaz keçin, almayın. Bax, mənim yadımdadır, uşaqlıqda mənim nənəm, anam heç vaxtı, yəni ki, imkan verməzdi. Həmişə ona qarşı durardılar ki, mən küçədən neysə alım yiyeyim. Deyər də, bu zirzibilləri alma, ürəyin nə istəyir, evdə sənin üçün eləyək. Yəni, bax, məlumatlı olun, müğəyyət olun. Bilin ki, yəni ki, həyatla ölümün arasında olan məsafə o qədər qısadır ki, o qısanı, o məsafəni heç bir də görsən ki, ölçmək olunur. Sabahınız xeyir olsun, gününüz uğurlu olsun. Qəlbdən qəlbə
bu qədər.